Salam dəyərli müəllimlər. Bu gün sizinlə deməli ikinci bölmənin birinci mövzusu olan 21-ci əsr bacarıqları və kompetensiyalar mövzusunun yəni testlərinin izahını verəcəm. 20 dənə sualdır. Və bu mövzu 2024 kitabına necə yeni, əvvəllərdə var idi. 2024 kitabında artıq biraz daha geniş versiyada verilib. Deməli, bir də deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Həmişə deyirik ki, şərtə diqqətlə baxırıq. Uyğunluqdurmu, uyğunsuzluqdurmu? Bu mütləqdir. Sonra ikinci işimiz cədvəldə nə edirik? Bu arada cədvəllə bağlı problemi olanlar varsa, kanalımızda cədvəllə bağlı video çəkib, yəni cədvəllə işləməyin yolu necədir, o barədə video çəkib yerləşdirmişəm, baxa bilərsiniz. Belə, birinci işimiz şərti düzgün oxumaqdır. İkinci işimiz doğrunun yanında həmişə üstəgəl, yanlışın yanında çıx qoymaqdır. Üçüncü işimizi də indi izahda deyəcəm. Bir də deyir ki, savadlılıq kompetensiyası dedikdə, baxın savadlılıq birinci kompetensiyamız. Şagirdlərdən şifahi və yazılı şəkildə təqdim olunmuş informasiyaları anlamaqla yanaşı, interpretasiya etmək də tələb olunur. Baxın, elə açar sözlərdir. Şifahi, yazılı ədəbiyyat, informasiyanı araşdırıb, məlumatları toplayıb düzgün emal etmək, interpretasiya etmək, yəni öz sözləri ilə şərh etmək doğrudur, savadlılığa aiddir. Rəqəmsal savadlılıq dedikdə, İKT vasitələrindən istifadə etmək bacarığı ilə yanaşı, onlar vasitəsilə əldə edilən informasiyanın etibarlılığının sorğulanması nəzərdə tutulur. Yəni ki, məsələn, mən sosial şəbəkələrdə görmüşəm ki, belə bir xəbər yayılıb ki, MİQ imtahanı may ayında olacaq. Mən neynirəm? Deməli, mən deyirəm ki, xəbərin etibarlılığını müəyyən etmək istəyirəm ki, nə dərəcədə etibarlı xəbərdir. Gedirəm Nazirliyin rəsmi səhifəsinə. Görüm həqiqətən bu xəbər orada paylaşılıbmı, paylaşılmayıbmı? Baxıram, ondan sonra bilirəm. Yəni, bu İKT bacarığıdır. Yəni ki, rəqəmsal savadlılıq kompetensiyasıdır. Bu da düzdür. 3-də deyir ki, şəxsi sosial və öyrənmək kompetensiyası dedikdə, vaxtı, informasiyanı səmərəli idarə etmək, istifadə etməklə yanaşı, öyrənmə prosesində şagirdin öz emosiyalarını da tənzimləməsi nəzərdə tutulur. Öz emosiyalarını idarə etmək, öz sağlamlığını qorumaq, qarşısına məqsəd qoyub o məqsədinə çatmaq üçün hər şey etmək, planını düzgün qurmaq, vaxtı düzgün səmərəli bölmək, öz emosiyalarını idarə etmək, öz motivasiyasını, yəni özünü motivasiya etmək, bunlar hamısı şəxsi sosial öyrənməkdir. Bu da düzdür. Çox dil bilmə kompetensiyası dedikdə, yalnız digər dilləri öyrənmək yox, həmçinin o dilə hörmət etmək, o dilin vacib elementlərini mənimsəmək də nəzərdə tutulur. Deməli, burada variantların 4-ü də düzdür. 4-ü də düzdür. Cavabda da, yəni şərtdə də uyğunluğu istəyir. Uyğunluğu istəyirsə və 4-ü də düzdür, müəllimlər. Mən bu üstəgələ uyğun olan bu üstəgəli, bir də bu üstəgəli götürəcəm. Çünki uyğunluğu istəyir axı, gördünüz? Bu üçü də bir-birinə uyğun oldu. Bütün üstəgəllər. Deməli, cavabım olacaq 1, 2, A variantı. Getdik ikinci sual. 21-ci əsr bacarıqları ilə bağlı olan fikirlərdən hansı yanlışdır? Hər dəfə deyirik, şərtə düzgün baxaq. Yanlışımı istəyir, doğrunumu istəyir, uyğunluğumu istəyir, pedaqoji tələbə ziddirmi deyir? Mütləq birinci şərtə diqqətlə baxmalıyıq. Deyir ki, şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün onların müəyyən bir yaş həddinə çatması əsas şərtlərdən biridir. Baxın, biz kompetensiyaları keçməmişdən əvvəl demişdim ki, yəni ondan əvvəl səriştələr keçmişdik. Əgər yadınızdadırsa, cədvəl formasında səriştələr keçmişdik. Və o səriştələri keçərkən demişdik ki, bu səriştələri şagirdlərdə, təhsil alanlarda formalaşdırmaq lazımdır. Hətta
5 yaşından belə, yəni uşaqlar ki məktəbə hazırlıq mərhələsinə gəlir, 5 yaşlılardan artıq biz bunu formalaşdırmağa başlayırıq. Məsələn, ünsiyyət bacarığı olsun, nə bilim, tənqidi təfəkkür olsun, yaradıcı təfəkkür olsun. Təbii ki, sadədən başlayırıq, kiçik addımlarla başlayırıq. Onlar artıq böyüdükcə daha da, yəni belə deyim də, onlarda formalaşdıracağımız bacarıqların da səviyyəsi böyüyəcək. Yəni əvvəllər kiçik tapşırıqlarla, asan tapşırıqlarla başlayırıqsa, sonra bunlar çətinliyə doğru gedir. Yəni hansısa bir yaş həddinə çatmasını gözləmirik. Elə 5 yaşlılardan bu artıq başlayır. Elə yanlış variantımız A variantıdır. Digər variantlara baxaq. Riyazi kompetensiyaya malik olmaq, riyazi təfəkkürdən istifadə edərək gündəlik həyatda rast gəlinən problemlərin həll yolunu tapmağı da ehtiva edir. Demir ha, tapmağı ehtiva edir. Əgər da olmasaydı, bu yanlış olardı. Çünki riyazi kompetensiya böyükdür də. Ora təkcə riyazi təfəkkür belə deyək, aid deyil. Burada görürsüz, sadalama var. Deyir ki, həll yolunu tapmağı da ehtiva edir. Yəni bu kompetensiyanın içində eyni zamanda gündəlik həyatda rast gəlinən problemləri də həll edə bilirik riyazi təfəkkürümüzdən istifadə edərək. Düzdür. Yəni bu düzdür. C-də deyir ki, rəqəmsal savadlığa malik olmaq, həm də rəqəmsal texnologiyadan əldə edilən informasiyanın etibarlılığını yoxlamaq, ona tənqidi yanaşmağı da ehtiva edir. Baxın, eyni buradakı cümlə. Buradaydı da, bəli, buradakı cümlə. Bəli, düzdür, rəqəmsal savadlılığa aiddir, hətta tənqidi təfəkkürə. Məsələn, tənqidi təfəkkürlü insanlar necə idi? Biri gəlməlidir ki, Aysel, bilirsən, deyirlər ki, imtahan may ayında olacaq. Mən də deyirəm, kim deyirdir? Nə bilim, deyirlər də. Mən neynirəm? Tənqidi təfəkkürlü insanamsa, gedirəm bu, belə deyim də, xəbərin mənbəyini araşdırıram birinci. Hələ inanmıram, hələ gedib mənbəyi araşdırıram. Yoxsa onun bunun deyirlər ki, ilə getmirəm. Gedib dəqiq mənbəyi, yəni məlumatın etibarlılığını araşdırıram. Hardan? Həmin o rəsmi səhifələrdən. Rəsmi səhifələr hardadır? Texnoloji avadanlıqlarda. Kompüter, planşet, telefon və s. Bu da düzdür. Şəxsi sosial öyrənmə kompetensiyası həm də emosiyaları düzgün idarə edərək gələcəyə yönəlik planlar qurmaq bacarığını ehtiva edir. Bayaq buna izah verdim. Bu da düzdür. Maliyyə savadlığı nümayiş etdirməklə başqaları ilə müzakirələr aparıb, riskləri nəzərə almaq. Baxın, maliyyə savadlılığı zaten sahibkarlığın içində gedir. Sonra risk sahibkarlığın içində var. Yaradıcı təfəkkür sahibkarlığın içində var. Yəni bu da düzdür. Burada yanlış A variantıydı. Getdik 3-cü suala. Müəllim dərs zamanı keçiləcək mövzuda şagirdlərlə debat təşkil edir. Şagirdlər mövzu ilə bağlı iki fərqli mövqedən çıxış edirlər. Zaten debatda iki fərqli mövqe olur. Təsdiq edən tərəf, təqzib, yəni inkar edən tərəf. Lakin onlar debat zamanı öz fikirlərini dəstəkləyəcək düzgün arqumentlər gətirə bilmirlər. Niyə gətirə bilmirlər? Ya öz fikirlərini düzgün ifadə etmə bacarıqları yoxdur, ya söz bazaları yoxdur. Müəllim proses boyu şagirdlərin mənbələri düzgün araşdırmaq bacarığının olmadığını da hələ müəyyənləşdirir. Hələ uşaqlar öz fikirlərini sərbəst şəkildə ifadə etməməklə yanaşı, eyni zamanda mənbələri düzgün araşdırma bacarıqları da yoxdur. Hansı ki, bunların hamısı savadlılıq kompetensiyasına aid idi. Yəni ki, debat, öz fikrini əsaslandırmaq, nəyə daxil idi? Tənqidi təfəkkürə, tənqidi təfəkkürdə savadlılıq kompetensiyasına daxil idi. Sonra mənbələri araşdırmaq, onları, informasiyaları toplamaq, düzgün emal etmək, bunlar da savadlılıq kompetensiyasına aiddir. Deməli, bunların hamısı uşaqda zəifdir də. Bizdə nə istəyir? Situasiya ilə bağlı doğru fikri istəyir. Şagirdlərdə savadlılıq kompetensiyası zəifdir. Bəli, elə cavab budur da, savadlılıq zəifdir. Onlarda tənqidi düşünmə bacarığının inkişafına ehtiyac var. Bəli, niyə? Tənqidi düşünmə nə idi? Öz fikrini sərbəst ifadə etmək, öz fikrini əsaslandırmaq, özündən faktlar, arqumentlər gətirmək tənqidi düşünmə idi və uşaqlar öz fikirlərini dəstəkləyə bilmirlər. Öz fikirlərini dəstəkləyəcək faktlar gətirə bilmirlər. Deməli, tənqidi düşünmə zəifdir. Tənqidi düşünmə hardaydı? Savadlılıq kompetensiyasında. Bu da var. Deməli, cavabımız elə A variantıdır.
Yazıb şagirdlərdə rəqəmsal savadlı kompetensiyası zəifdir. Onlarda informasiya araşdırmaq, toplamaq, emal etmək. Baxın, informasiyanı araşdırmaq, toplamaq, emal etmək, bacarıqların inkişafı rəqəmsal yox, əslində elə savadlılıq olmalıdır təkcə. Rəqəmsal savadlılıq yox, sadəcə savadlılıq kompetensiyasıdır. Ona görə bunu götürmürük. Şagirdlərdə mədəni məlumatlılıq kompetensiyası zəifdir. Mədəni məlumatlılıq nə idi? Digər xalqların mədəniyyəti. Burada heç o yoxdur deyə baxmırıq. Şagirdlərdə sahibkarlıq kompetensiyası zəifdir. Onlarda yazılı və şifahi nitqin. Baxın, yazılı və şifahi nitqin inkişafına ehtiyac var. Bu düzdür. Amma axı bu yazılı şifahi nitq sahibkarlıqda yox, savadlılıq kompetensiyasındaydı. Sonra şagirdlərdə mühəndislik kompetensiyası zəifdir. Onlarda ünsiyyət bacarıqlarının inkişafına ehtiyac var. Bəli, uşaqların ünsiyyət bacarığına ehtiyac var, yəni inkişafına. Amma bu da mühəndisliyə yox, yenə savadlılıq kompetensiyasına aid idi. Cavabımız A variantı. 4-cü sualda deyir ki, cədvələ əsasən, baxın, burada artıq uyğunsuzluğu istəyir. Uyğunsuzluq necə idi müəllimlər? Məsəl üçün, plusdursa, yəni buna uyğunsuz olanda əksini seçməliyəm, minusu seçməliyəm. Yəni çıxdısa, bunun əksi olan üstəgəli seçməliyəm. Yəni uyğunsuzun mənası bu deməkdir. Nəysə, cədvələ gəldiksə ilk işimiz nə edirik? Bu işarələrimizi qoyuruq, axırda seçmək rahat olsun. Deyir ki, mədəni məlumatlılıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf etdirir. Empatiya nədir? Empatiya yəni özümüzü kimisi yerinə qoya bilmək, qarşımızdakının yerinə qoya bilmək. Müxtəlif icmalar deyəndə, yəni müxtəlif mədəniyyətlər, müxtəlif icmadan, mədəniyyətdən olan insanlarla empatiya qurmaq. Bəli, bu düzdür, mədəni məlumatlılıq. Sonra, mədəni məlumatlıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa müqavimət göstərmir, açıq fikirlilik nümayiş etdirirlər. Yəni, belə əldən ayaqdan getmirlər onların mədəniyyətinə, belə deyim də, tanış olmağa. Amma açıq fikirlilik nümayiş etdirir də, yəni onların məsələn hansısa bayramlarını qəbul edir, hörmət edir, deyir ki, bu da onların bayramıdır da. Məsəl üçün ingilislərin cadılar bayramı var, Halloween deyirlər. Bu boranılar filan olur, onu deyirəm. Nə bilim, üzləri belə manyak şəklində, vampir, qan və s. Belə heç mənə çatmayan bir bayramdır. İndi mən heç can atmıram, heç maraqlanmıram da o bayramdan, amma başa düşürəm də, bu onların indi milli bayramıdır, hər nədirsə, axı onlara aid bir bayramdır və yaxud da bir adətdir. Yəni, açıq fikirlilik nümayiş etdirirəm. Bu da düzdür. Daha sonra müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlıq səriştəsinə baxın. Müxtəlif mədəni təcrübələr. Məsələn, bir məktəbdə deyirlər ki, bir tədbir keçirəcəyik. Hər sinif bir ölkə olsun. Məsələn, 5-ci sinif Hindistan ölkəsi olsun, 6-cı sinif Çin, 7-ci sinif Gürcü, 8-ci sinif Belarusiya və s. və ilaxır. Və hər sinif, məsələn, Hindistan sinif, 5-ci sinif ancaq Hind paltarları giyinəcəklər, məsələn, Hind yeməyi bişirəcəklər, Hind rəqs oynayacaq. Çinlilər Çin yeməyi, Çin paltarları, Çin, nə bilim, rəqsi, tamaşası və s. Belə bir tədbir edirlər də, necə də maraqlı olur. Yəni, deyir, müəllim bunu müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil edir uşaqların. Beləliklə, uşaqlar da məlumatlı olur da, təcrübələrdən. Yəni, müəllim onlarda nəyi inkişaf etdirir? Mədəni məlumatlılıq düzdür. Şagirdlərdə mədəni məlumatlıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Yəni, o deyirik, dünya görüşlüdür. Yəni, daha çərçivədən kənara çıxır da, yəni ətraf ölkələr, başqa ölkələrin mədəniyyəti, dili, dini, yəni də hər bir şey haqqında daha ətraflı öyrənir. Buna nə deyirlər? Dünya görüşdür. Nəysə, cavabların 4-ü də düzdür. Məndən uyğunsuzluğu istəyirsə, deməli mən bunun, mən bu işarənin əksi olan cavabı götürəcəm. Bu işarənin əksi buradadır da. Yanlışın altındakı doğruları götürəcəm. Cavab 3-4. Daha sonra getdik 5-ci suala. Müəllim şagirdləri qruplara bölür. Hər qrupa müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları,
Zaten bu burada artıq tutduqda müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, yaşam tərzləri haqqında məlumat toplayıb təqdimat hazırlamağı tapşırır. Bununla bağlı şagirdlər də müxtəlif mənbələr təqdim edir. Şagird mənbələrdən vacib məlumatları seçərək təqdimatı tamamlayır. Yenə də bizdən nə istəyir? Müəllim hansı səriştəni şagirdlərdə formalaşdırmaq istəyir? Bunu deyir, müəyyən edin. Mədəni müxtəlifliyə hörmət. Yəni müəllim bu səriştəni uşaqlarda, belə deyək də, səriştəni uşaqlarda formalaşdırmaq istəyir. Niyə? Çünki deyir axı qruplara bölür və müxtəlif ölkələrdə yaşayan əhalinin bayramları, yaşam tərzləri haqqında bir təqdimat hazırlayın. Getdik 6-cı sual. 5-ci sual asan idi. Müəllim şagirdlərə bir ay müddətində özlərinin akademik cəhətdən inkişafını izləməyə. Baxın, öz gördüm də, bilirəm ki, artıq burada şəxsi sosial olacaq. Öyrənmədə tətbiq etdikləri strategiyaları təhlil edərək onlardan özlərinə daha çox uyğun olanları qeyd etmələrini tapşırır. Yenə də deyir ki, müəllimin verdiyi tapşırıq şagirdlərdə formalaşdırdığı kompetensiyanın xüsusiyyətini müəyyən edin. Aha, burada belə verib. Tam kompetensiyanın adını verməyib, amma biz bildik ki, şəxsi sosialdan söhbət gedir. Yerli, milli, beynəlxalq mədəniyyətlərin xüsusiyyətləri haqqında məlumatlı olmaq. Deməli, beynəlxalq da gedirsə burada artıq bu mədəni müxtəliflikdir. Yəni bu deyil. İdeyaların reallaşdırılması üçün müxtəlif kontekstlərin, imkanların olduğunu bilmək. Şəxsi sosialda biz belə bir cümlə eşitmişdik, xeyr. Şəxsi sosial insan özü ilə bağlıdır. Məsuliyyətli vətəndaş kimi dövlətin ictimai həyatı. Məsuliyyətli vətəndaş sözü bizim açar sözümüzdür də. Bu fəal vətəndaş mövqeyidir. Müxtəlif dillərdən səmərəli istifadə etmək və lüğət ehtiyatına malik olmaq. Demişdik, belə deyək də, kifayət qədər lüğət ehtiyatı, müxtəlif dillər, bu da çox dil bilmə kompetensiyasıdır. Özünün fiziki, psixoloji və emosional durumu sağlam saxlamaq, sağlam düşüncə. Bax, özünü gördük də burada. Deməli, cavabımız budur, şəxsi sosial. 7-cisi 2024-cü ilin Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi ilə əlaqədar müəllim şagirdlərə istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması ilə bağlı layihə və təqdimat hazırlamalarını tapşırır. Şagirdlər qruplarla təyin edilmiş müddət ərzində həmin ərazilərin xüsusiyyətlərini araşdırıb layihə təqdim etməlidirlər. Qruplar araşdırmada ofis proqramlarının imkanlarından effektiv şəkildə istifadə edirlər. Aha, ofis proqramları da gördüm. Elə həmin dəqiqə mənə nəsə dedi burada. Verilmiş situasiyaya istinad etməklə şagirddə hansı kompetensiyanın inkişaf etdiyi görülür. Fəal vətəndaş mövqeyi niyə? Yaşıl Dünya naminə həmrəylik ili deyir ki, şagirdlər istifadə edilməyən ərazilərdə yaşıllaşdırma işlərinin aparılması. Yəni bu haqda şagird deməli layihə hazırlayacaq da. Görürsüz, öz vətənimiz üçün nəsə bir xeyir, bir iş görəcəyik. Yəni fəal vətəndaş mövqeyi var. Rəqəmsal savadlılıq var, çünki ofis proqramları dedi. Mədəni məlumatlılıq yoxdur, çünki digər xalqların mədəniyyətindən danışmırıq. Çox dil bilmək də yoxdur, çünki digər dillərdən danışmırıq. Cavab 1-2. Gəldik 8-ci suala. Deməli, dəqiqə müəllimlər. Aha. Deməli, məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər əlavə dil öyrənmək məqsədi ilə dil dərnəyinə yazılır. Görürsünüz, artıq əlavə dil, nəsə müxtəlif dillər görürəm. Şagirdlərdən bir neçəsi dərnəyə davamlı olaraq gəlsə də, müəllimin verdiyi tapşırıqları vaxtında yerinə yetirmir, uğursuzluqla qarşılaşdıqda tez ruhdan düşür və çıxış yolu tapmaqda çətinlik çəkir. Verilmiş situasiyaya əsasən şagird davranışı haqqında hansı fikri söyləmək olar? Adı deyir ki, şagird çox dil bilmə kompetensiyasını formalaşdırmaq istəsə də, bəli, istəyir də formalaşdırmaq. Deyir ki, hər gün gedir, gəlir. Yəni, dərnəyə gedir, gəlir. Deməli, istəsə də öyrənmə kompetensiyası zəif inkişaf etdiyindən o nəticə əldə etməkdə çətinlik çəkir. Bəli, düz deyir. Öyrənmək zəifdir. Çünki uğursuzluqla qarşılaşan kimi tez ruhdan düşür. Biz nə demişdik? Özünü motivasiya etmək, öz emosiyalarını idarə etmək yoxdur bunda. Elə cavab budur. B-də deyir, şagirdlər rəqəmsal texnologiyadan söhbət getmədi, şagird sahibkarlıq getmədi, vətəndaşlıq kompetensiyasına aid heç nə yox idi, savadlılıq da yox idi. Burada mən çox dil bilmə gördüm və şəxsi sosial gördüm.
Deməli cavabımız A nişanlamışam. 9-da deyir ki, şagirdlər Yaşıl Enerji Çağırışı adlı layihə işi üzərində çalışırlar. Layihə çərçivəsində məktəbdə enerji istehlakını azaltmaqla bağlı innovativ, yəni yeni yaradıcılıq var burada. İdeyalar irəli sürmək hədəflənir. Onlar istifadə edilmədikdə sinif işıqlarını avtomatik söndürən sistemin üzərində çalışırlar. Layihəyə məktəbdə digər şagirdləri də cəlb edirlər ki, ay uşaqlar, gəlin siz də bizimlə belə bir layihə fikrimiz var, gəlin siz də bizə qoşulun, bunu edək. Ki, nə edəcəklər? Elə bir sistem düzəldəcəklər ki, otaqda yoxuq, işıqdan istifadə etmiriksə, işıq öz-özünə sönsün. Avtomatik sönsün. İndi burada deyir ki, verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Yəni, həmin fikrin bu situasiyaya aidiyyatı yoxdur. A'da deyir ki, verilmiş layihə şagirddən müxtəlif fənlərlə bağlı malik olduğu biliklərdən əlaqəli şəkildə istifadə etməyi tələb edir. Yəni, fənlər arasını deyir də. Bəli, baxın, əgər layihə hazırlayırsa bu uşaq, təbii ki, istər-istəməz müxtəlif fənlərə müraciət eləyəcək. Məsəl üçün, burada nə istəyir? Enerji istehlakı, məsələn, fizikadır, kimyadır, bu kimi fənlərə, riyaziyyatdır, bu kimi fənlərə müraciət edəcək, yəni araşdıracaq, baxacaq. Bu düzdür. Yəni, bunu götürmürük. Çünki biz yanlış axtarıq. Layihə işinin effektiv nəticələnməsi şagirddən vaxtı, informasiyanı səmərəli idarə və istifadə etmə bacarığı tələb edir. Bəli, yəni bir layihə hazırlayırıqsa, vaxtı düzgün bölürük, informasiyalardan yəni səmərəli istifadə edirik. Bu da düzdür. Layihə şagirdlərdə müxtəlif situasiyalarda konstruktiv ünsiyyət qurma bacarığının formalaşdırılması baxımından da effektiv hesab edilir. Konstruktiv, yəni düzgün, effektiv ünsiyyət qurma. Baxın, burada deyir ki, digər şagirdləri də cəlb edirlər ki, ay uşaqlar, baxın, bir dənə qəşəng layihə düşünmüşük. Gəlin siz də bizə qoşulun, birlikdə edək. Düzgün, effektiv ünsiyyət qurma bacarıqları da var, düzdür. Layihə üzərində işləyərkən şagirdlər müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyati problemlərin həllində istifadə etmək imkanı qazanırlar. Bəli, görürsünüz, bayaqlam deyirdi ki, uşaq müxtəlif fənlərdən istifadə edir. Bəli, etməlidir də. Çünki layihə varsa, istər-istəməz biz başqa-başqa fənlərə müraciət edəcəyik. Və deyir ki, müxtəlif fənlərdən əldə etdikləri bacarıqlardan real həyati problemin həllində istifadə etmək imkanı qazanır. Zaten bunların etdiyi layihə real həyatı problemidir. Deyir ki, otaqda heç kim yoxdursa, otaqda işıqdan istifadə olunmursa, işıq öz-özünə sönsün. Real həyatı problemidir. Düzdür bu da. Layihənin gedişatında şagirdlərin yoldaşlarını, baxın, hara getdi bu? Dəqiqə müəllimlər. Deməli, yoldaşlarını motivasiya etməsi onlarda savadlılıq kompetensiyası səhvdir. Motivasiya iki yerdə var idi. Biri özünü motivasiya, bu şəxsi sosial idi. Burada isə deyir ki, yoldaşlarını motivasiya, yəni burada savadlılıq yox, sahibkarlıq olmalıydı. Çünki sahibkarlıqda demişdik ki, digər şəxsləri motivasiya etmək bu sahibkarlığın işidir. Yəni cavab E variantı əslində asan və bir damcı diqqət tələb edən sual idi. Getdik 10-cu suala. Verilmiş fəaliyyətlərdən hansı rəqəmsal savadlıq kompetensiyasına aiddir? Şagirdlər texnologiyanın imkanlarını istifadə etməklə müxtəlif şəhərlərdən olan şagirdlərin iştirak etdiyi, bax, texnologiya, iştirak etdiyi virtual qruplar, virtual qrup nədir? WhatsApp qrupları, Instagram qrupları və s. Telegram qrupları yaradır və onlarla fərqli mövzularda müzakirələr təşkil edirlər. Elə cavab budur. B-də nə deyir? Şagird müəllimdən aldığı rəyləri effektiv şəkildə dəyərləndirir və buna özünü daha da inkişaf etmək üçün tədbirlər görür. Müəllimdən aldığı rəyləri dəyərləndirir və özü üçün bir tədbir görür. Şəxsi sosialdır. Şagird istər milli, istərsə beynəlxalq müstəvilərdə baş verən hadisələrlə bağlı müzakirələrdə konstruktiv yanaşma nümayiş etmə bacarığına malik olduğunu nümayiş etdirir. Baxın, konstruktiv, yəni düzgün, effektiv yanaşma, müzakirələrdə iştirak edir. Yəni, rəqəmsal görmürük burada. Şagird təşkil edən məktəbdən kənar fəaliyyətlərdə ünsiyyətə daxil olduğu insanların müxtəlif mədəniyyətlərə malik olduğu, müxtəlif mədəniyyət sözü görürüksə, bu mədəni məlumatlılıqdır. Şagird digər şəxslərin fəaliyyətlərini də müşahidə edir və əldə etdiyi məlumatlar əsasında öz öyrənmə prosesində müəyyən tənzimləmələr edib fəaliyyət göstərir. Yenə öz öyrənmə, şəxsi sosial. Getdik, deməli, 11-ci sual. Müəllim şagirdlərə ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı layihə işi tapşırır.
Layihəyə başlamazdan öncə onlar araşdırma aparırlar. Şagirdlər ekoloji narahatlıqlara səbəb olan plastik tullantıların təbiətə atılmasının miqdarının artdığını müşahidə edirlər. Aha, miqdar görürəm burada. Müəllim şagirdlərdən müxtəlif amilləri nəzərə alan həll yolları təklif edərək bu problemi həll etmələrini istəyir. Bizdən yenə yanlışı istəyir. Deyir ki, o cavab bu situasiyaya uyğun deyil də, yəni yanlışdır. A-da deyir ki, şagirdlər atılan plastik qabların sayını müəyyən etməli. Aha, deyir də burada miqdarının artdığını. Onların sayını necə azalda biləcəklərini araşdırmalıdırlar ki, bu da onlardan riyazi savadlılıq. Çünki say deyirsə, miqdar hesablama işi varsa riyazi savadlıqdır. Deməli, bu düzdür də, bunu götürə bilmərik. Çünki yanlış axtarırıq. Layihə işinin icrası şagirdlərin ətraf aləmin çirklənməsinə təsir edən amillərlə bağlı coğrafi biliklərdən istifadəni tələb edir. Bəli, burada ekoloji narahatlıqlardan söhbət gedir. Plastik tullantılar, təbiətin yəni çirklənməsi, ekologiyanın çirklənməsinə söhbət gedirsə, bəli, burada coğrafi biliklər bizə lazımdır. Yəni bu da düzdür. Sakinləri prosesə cəlb etmək və tullantıların atılmaması vərdişlərini təşviq etmək üçün ictimaiyyətin məlumatlandırılması şagirdlərdə kommunikasiya nə idi? Ünsiyyət bacarıqları tələb edir. Bəli, doğrudur. Müəllim, demək bunu da götürmürük. Müəllimin tədris zamanı planlaşmasına fənlər arası fənüstü inteqrasiya ilə bağlı fəaliyyətlər daxil etməsi şagirdlərdə layihə işi üçün lazım olan kompetensiyaların, bəli, yenə də deyirəm, əgər bir layihə hazırlayırıqsa, istər-istəməz çıxacağıq fənlər arasına və bir də ekologiya, atmosfer, ətraf mühit, təbii amillər, bu kimi sözlər varsa, təbiət fənləri ilə daha çox bağlıdır. Təbiət fənlərdə demək olar ki, 99,9% fənlər arasıdır, hətta 100% deyərdim. Bu da düzdür. Verilmiş layihənin məqsədi proses zamanı şagirdlərdə müxtəlif fikirlər və mədəni müxtəlifliyə dözümlülük. Mədəni müxtəlifliyə dözümlülük digər xalqların mədəniyyətindən söhbət gedir. Cavab E variantı. Yəni əslində sadə sual imiş. Getdik 12-ci suala. Bax, deyir, uyğunluq gözlənilmişdir. Uyğunluq gözlənilmişdir o deməkdir ki, bax, buradakı fikirdə məsələn yanlış olmalıdır, bu da yanlış olmalıdır. Onda deyəcəm, hə də uyğundur bir-birinə. Ya da ki, bu fikir düz olmalıdır, bu da düz olmalıdır. Deyəcəm, hə, uyğundur bir-birinə. Əgər bu belə olub, bu belə olsa, deməli, burada uyğunluq gözlənilməyib də, artıq bunu seçməyəcəm. Bu mənası o deməkdir. İndi gələk, buna silim. Gələk sualımıza. Deyir ki, riyazi savadlılıq kompetensiyası və riyazi biliklər heç bir fərqi olmayan, bir-birini əvəz edə bilən terminlərdir. Baxın, bu yanlış fikirdir. Riyazi savadlılıq kompetensiyası böyük bir anlayışdır. Riyazi biliklər sadəcə bilikdir. Kompetensiya mı böyük anlayışdır. Kompetensiya nə idi? Bilik, bacarıq, vərdiş, fəaliyyət. Yəni bunların belə deyim də kombinasiya olunmuş hissəsidir də. Görün nə qədər şey saydım. Amma bir də var riyazi biliklər. Deməli bu yazır ki, heç bir fərqi olmayan bir-birini əvəz edən. Xeyr, çox böyük bir fərq var. Yanlışdır, qabağına da yanlış yazılıbdır. Deməli uyğundur. Düzdür? Biri götürdüm onda. 2-də deyir ki, müəllim şagirdləri standartlaşdırılmış ünsiyyət formalarını cəlb etməklə onlarda fəal vətəndaş mövqeyi səriştəsinin formalaşdırılmasını təmin edə bilər. Baxın, ünsiyyət bacarığı var ümumiyyətlə səriştələrdə də, hətta demişdik dinləmə bacarığı da ora aiddir. Yəni bunun fəal vətəndaşa aidiyyəti yoxdur. Hətta kompetensiya götürsək, ünsiyyət daha çox daxil olar savadlılıq kompetensiyasına. Yəni bu yanlışdır, amma qabağına doğru yazılıb. Deməli, bunlar bir-birinə uyğunsuz oldu da, ona görə götürmürük. Öz düşüncələrini, duyğularını, fikirlərini effektiv şəkildə ifadə etmək bacarığı şagirddə özünü ifadə səriştəsini formalaşdırıldığını deməyə əsas verir. Düz deyir də, deyir ki, öz düşüncəsini, duyğusunu, fikrini effektiv şəkildə ifadə etmək. Burada nə deyir? Özünü ifadə. Düz deyir də, doğru fikirdir. Amma qabağına yanlış yazılıb. Deməli, nədir? Yəni uyğunluq yoxdur burada. Çünki işarələr eyni olmalıdır. 4-də deyir ki, şagirdlərdə riyazi savadlılıq kompetensiyasını formalaşdırmanın yollarından biri də tədris prosesində fənüstü inteqrasiyadan istifadə etməkdir. Deyir ki, riyazi savadlılığı uşaqda formalaşdırmaq istəyirsənsə, bunu həyatda da tətbiq eləsin. Məsələn, mağazaya getsin, özü canlı şəkildə nəsə alsın, 3 manat, 5 manat, buna nə qədər qalıq qaytarılacaq. Belə bunun deyir, riyazi təfəkkürü inkişaf etsin. Riyazi savadı inkişaf etsin. Bu doğru fikirdir. Qabağına da doğru yazılır.
yazılıb. Deməli, uyğunluq gözlənilib. Cavabımız 1, 4. 13-də deyir ki, şagirdlər yaşıllaşdırılmış sahələri artırmaq və havanın çirklənməsi ilə mübarizə məqsədi ilə geniş miqyaslı ağac əkmə, deməli, kampaniyasının planını hazırlayırlar. Fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Eyni zamanda onlar ağac növlərini, ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb nəticəni əks etdirən təqdimat hazırlamalıdırlar. Bizdən bu dəfə situasiyaya uyğun, doğru fikirlər istəyir. Yəni situasiyaya aid olsun. Bir də deyir ki, şagirdlərin ümumi maraqlar üçün digər insanları əməkdaşlığa sövq etmələri onların fəal vətəndaş mövqeyi kompetensiyasına malik olduğunu göstərir. Baxaq görək göstərir. Deyir ki, sahələri artırmaq və havanın çirklənməsi mübarizə məqsədi geniş miqyaslı bu deyil. Fəaliyyət zamanı şagirdlər, baxın fəaliyyət zamanı şagirdlər vətəndaşlarla söhbətlər aparmalı. Burada da nə deyir? Əməkdaşlığa sövq. Digər insanları əməkdaşlığa sövq. Vətəndaşlarla söhbətlər aparmalı, onları bu kampaniyada aktiv iştiraka sövq etməlidirlər. Bu nə olur? Fəal vətəndaş. Niyə? Deyir ki, onları da cəlb edir də, həm də baxın vətəndaş sözü də bizim açar sözümüzdür. Deməli, biri götürdük. Gəldik 2-yə. Şagirdlərin fikirlərini müxtəlif mədəniyyətlərə uyğun. Baxın, müxtəlif mədəniyyət sözü gördünüzsə, bu yoxdur axı. Sualda heç mən digər xalqların mədəniyyətindən danışdım, yox. Elə bu bir dəfəlik gedir. 3-də deyir ki, şagirdlərin həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb nəticə çıxarmaları onlarda elmilik kompetensiyasının inkişaf etdiyini göstərir. Və deyir ki, həyatda baş verən müxtəlif proseslərlə bağlı təhlillər aparıb. Elmilik kompetensiyası nə idi? Riyazi elmi, texnoloji mühəndisi kompetensiyasında nə deyirdi? Uşaq deməli araşdırma aparır, təhlil aparır, sübuta yetirir, tədqiqat aparır, sübuta yetirir, fərziyyələri sübuta yetirir. Bunlar elmi kompetensiya idi. Baxın burada harda deyir? Eyni zamanda onlar ağac növlərini, ekoloji faydalarına və yerli iqlim şəraitinə uyğun araşdırıb nəticəni əks etdirən təqdimat hazırlayırlar. Deməli, burada var da araşdırma, təhlillər aparır. Bu da elmi kompetensiyadır. 1-3-dür cavabımız. Şagirdlərin yaranmış problemin həllinə maraq göstərməsi, onlarda rəqəmsal savadlılıq, rəqəmsaldan söhbət getmədi axı, İKT bacarıqları yox idi axı. Ona görə götürmürük. 1-3. Deməli, müəllimlər getdik. 14-cü sual. Deyir ki, şagird qarşısına qoyduğu məqsədlərə çatdıqca onda özünə inam artır. Hələ çatmadığı hədəflərin səbəblərini araşdırıb səhvlərini təhlil edir. Uğurlarını, uğursuzluqlarının səbəblərini müəyyənləşdirdikdən sonra müəllimdən istiqamət alaraq bəzi mövzuları daha dərindən araşdırmağa qərar verir. Deyir, verilmiş situasiya ilə bağlı hansı fikir doğru hesab edilmir? Deməli, baxaq. Biz ümumiyyətcə oxuyanda situasiyada nə gördük? Şəxsi sosial gördük də. Deyir, şagird öz bacarıqlarını müəyyən etməklə bağlı səriştəyə sahibdir. Bəli, öz bacarığını müəyyən edə bilir. Uğurlarını, deyir də uğurlarını, uğursuzluqların səbəbini müəyyənləşdirə bilir. Deməli, bu düzdür. Yəni, bunu götürmürük. Bizdən nə istəyirdi? Doğru hesab edilmir istəyir. Bu doğrudur. Şagird öyrənmə strategiyaları haqqında məlumatlıdır. Bəli, öyrənmə strategiyaları haqqında məlumatlıdır. Baxın, deyir ki, bu artıq qarşısına qoyduğu məqsədə çatanda özünə inamı artır, çatmadığı hədəflərin səbəblərini araşdırıb təhlil edir. Düzdür, götürmürük. Şagirddə problemlərin həlli üçün qərar qəbul etmə bacarığı inkişaf edib. Və deyir də, bəzi mövzuları daha dərinə araşdırmağa qərar verir. Deməli, bu da düzdür. Şagird vaxtdan səmərəli istifadə etmək bacarığına malikdir. Biz heç burada vaxt danışmadıq axı, heç vaxt söhbəti getmədi burada. Səhv budur. Şagirdin məqsədə çatmaq üçün daxili motivasiyası inkişaf edib. Bəli, daxili motivasiyası var. Niyə? Özünə inamının artması, əgər hədəfə çatmayıbsa onun səbəbini araşdırıb bir daha təhlil edir, uğurlarını, uğursuzluqlarını müəyyənləşdirir, sonra müəllimdən istiqamət alır, sonra gedir daha dərindən öyrənməyə başlayır. Bu adam əməlli motivasiyalıdır. Düzdür. Yəni D variantı yanlış idi. Çünki vaxt söhbəti yox idi sualda. Yanlış fikri müəyyən edin. Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya bacarığının inkişaf etdirilməsi əhəmiyyətli rol oynayır.
deməli nə dedi? Şagirdlərdə müstəqil öyrənmə səriştəsinin formalaşdırılmasında onların özünü motivasiya, baxın müstəqil öyrənmə özünü motivasiya bacarığının inkişaf etməsində əhəmiyyətli rol oynayır. Bəli, doğrudur. Hətta bu şəxsi sosiala aiddir. Bu düzdür. Ay bağışlayın. Düzdür deyəndə, yəni düz fikirdir, amma bunu seçmirik də, çünki biz yanlış axtarırıq. Yəni bu getdi. Müəllim şagirdlərdə mədəni məlumatlıq kompetensiyası formalaşdırmaq üçün Azərbaycanın müxtəlif bölgələrinin kulinariya nümunələri ilə bağlı müzakirə təşkil edə bilər. Baxın müəllimlər, mədəni məlumatlıq təkcə digər xalqlar yox, elə bizim zonalar deyək də, bizim bölgələrimizlə də bağlıdır. Hətta bir nümunə çəkim. Sinifimizə Şəkidən bir uşaq gəlib. Uşaq Şəki ləhcəsi ilə danışır və digər uşaqlar onu ələ salır. Mədəni məlumatlıq pozulub. Yəni bu da düzdür. Şagirdlərdə riyazi savadlıq səriştəsinin formalaşdırılması riyazi anlayışları real həyatı situasiyalara tətbiq etmə bacarığını ehtiva edir. Bunu bayaq da dedik. Deyir ki, riyazi savadlılıq o zaman daha yaxşı effektiv inkişaf edir ki, uşaq o riyazi təfəkkürünü həyatda tətbiq edərək də inkişaf etdirsin. Bayaq dediyimi mağazaya getsin, pul xırdalatsın və s. alış-veriş eləsin. Bu da düzdür. Müəllim şagirdlərə öz fəaliyyətlərini monitorinq edib uyğun tənzimləmələr etmələrinə istiqamət verməklə baxın, öz fəaliyyətlərini deyir, bunu etməklə onlarda şəxsi sosial öyrənmək kompetensiyasının inkişafını təmin edə bilər. Düzdür. Şagirdin riyazi savadlıq kompetensiyasına malik olması onun bu fənlə bağlı akademik bacarıqları ilə ölçülür. Baxın, burada belə deyək də, axı riyazi savadlılıq kompetensiyası deyəndə təkcə akademik deyil axı. Burada bayaq dedik də, bilik də önəmlidir, vərdiş də önəmlidir, bacarıq da önəmlidir. Çünki ümumi kompetensiyadan danışırıq da. Ümumi kompetensiya təkcə riyazi bacarıq deyil. Yəni təkcə bilikdən ibarət deyil. Kompetensiya nə idi? Bilik, bacarıq, vərdiş, fəaliyyət və s. Elə yanlış buydu. Getdik. Bağışlayın. Şagird adətən müəllimin ona hansısa materialları təqdim etməsini gözləmədən, eləcə də özü tapşırıqların həllində lazım olan məlumatları əldə etmək üçün əlavə resursları araşdırmağa təşəbbüs göstərir. Yəni bu müəllimi gözləmədən özü həvəslidir də, getsin, araşdırsın, öyrənsin. Bu öyrənmə kompetensiyasıdır elə. Riyazi gözsüz riyaziyyata aid heç nə yox idi. Digər xalqlardan söhbət getmir. Özünü ifadə etmək, yəni öz fikrini ifadə etməkdən də söhbət yoxdur. Sahibkarlıqdan da söhbət getmir. 17-ci sual. Cədvələ əsasən yenə baxın uyğunluğu istəyir. Bu işarələrimizi qoyaq. Birdə deyir ki, deməli, öyrənmək səriştəsinə malik şagird öz öyrənmə prosesinin məsuliyyətini dərk etməsi və fəaliyyətinə nəzarət edə bilməsi ilə seçilir. Düz deyir də, öyrənmək səriştəsi öz öyrənmə prosesinin məsuliyyətini dərk etməsi doğrudur. Şəxsi sosialda keçmişliyi bir düzdür. Öyrənmək səriştəsinə malik şagird qrup fəaliyyətində aktivliyi və məlumatları yaxşı yadda saxlamağı ilə fərqlənir. Baxın, biz axı öyrənmək kompetensiyasında yaxşı yadda saxlamaq kimi, yəni belə bir ifadə keçmədi, yaxı belə bir ifadə yox idi, yəni bu kompetensiyanın içində. Ümumiyyətcə, yaxşı yadda saxlamağı heç birinin içində keçməmişik. Ona görə 2 yanlışdır. Öyrənmək səriştəsinə malik şagirdin deməli, verilən rəyləri dəyərləndirib nəticə çıxarmaq, fəaliyyətini planlaşdırma bacarıqları yüksək inkişaf etmiş olur. Bəli, adam yəni ona verilən rəylərdən özü üçün nəticə çıxarır, öz üzərində bir daha işləyib özünü inkişaf etdirir. Bu fikir doğrudur. Öyrənmək səriştəsinə malik şagird tapşırığın icrası, yeni məlumatların əldə edilməsi zamanı müəllimin nəzarətinə mütləq şəkildə ehtiyac duyur. Burada artıq yanlışlıqdır. Yəni, bu kompetensiyaya sahib olan şəxslər, yəni bu cür insanlar, özləri araşdırıb, belə deyim də, tapan insanlardır. Bunlar mütləq şəkildə müəllimin nəzarətinə ehtiyac duymur. Ona görə 4 yanlışdır. İndi uyğunluğu istəyir də, bura uyğun olan bu variantın içində budur. Deməli, 1-i götürürəm. Yanlışın içində də buna uyğun olan, görsünüz bu üstə gəldi, bunu götürmürəm, bunu götürürəm. 4-ü. Cavabımız 1, 4. E variantı. Getdik.
21-ci əsr bacarıqlarının inkişafına yönəlmiş dərslər şagirdlər layihə işinə cəlb olunurlar. Layihə şagirddən tənqidi düşüncə, ünsiyyət və texnoloji bacarıqlara malik olmağı tələb edir. Sinfə yeni gələn, uzun müddət xarici ölkədə təhsil almış şagirdin də təcrübəsindən yararlanmaq nəzərə alınır. Qrup daxilində şagirdlər arasında iş bölgüsü edilir. Bizdən situasiya əsasən yanlış fikir istəyir. Yanlışı. Layihəni uğurla həyata keçirmək üçün şagirdlərdən rəqəmsal savadlı kompetensiyasına malik olmaq tələb olunur. Bəli, baxın burada yazılıb ki, texnoloji bacarıqlara malik olmağı tələb edir. Bu düzdür. Yəni bunu götürmürük. Şagirdlərin elmilik kompetensiyasına malik olmaları onların layihə zamanı əldə olunan informasiyaları doğru təhlil etməsinə yardım edər. Baxaq, yönəlmiş layihə işində bunlar tənqidi düşüncə, bəli. Baxın, deməli, bunlar layihə hazırlayırlar, araşdırma aparacaqlar. Araşdırma aparmaq, onu təhlil et, yəni həmin informasiyanı təhlil etmək, sübuta yetirmək, tədqiqat aparmaq hamısı elmilik kompetensiyasına aiddir. Bu da düzdür. Götürmürük. Qeydədir ki, layihə şagirdlərdə yumşaq bacarıqları, qərar qəbul etmə və müstəqil öyrənmə səriştələrini formalaşdırmağa şərait yaradır. Yumşaq bacarıqlar sözünün mənası deməli, ünsiyyət və əməkdaşlıq deməkdir. Baxaq, burada da deyir ki, ünsiyyət, deməli, bir dəqiqə müəllimlər, qələmim itmişdi. Baxın, ünsiyyət var burada. Ona görə düzgün götürürük. Yəni, düzgündür də götürmürük, bağışlayın. Yəni, bizdən yanlış istəyir. Layihə zamanı problemi həll edərkən şagirdlərin müxtəlif mədəni xüsusiyyətləri nəzərə alması, onlarda fəal vətəndaş. Bax, müxtəlif mədəni xüsusiyyət deyirsə, burada fəal vətəndaş yox, mədəni müxtəliflik olmalıdır. Ona görə D yanlışdır. Şagirdlərin eyni layihə daxilində müxtəlif fəaliyyətlərə cəlb olunması müəllimin şagird yönümlü yanaşmanın tələblərini qoruduğunun göstəricisidir. Bu da düzdür. Görürsünüz, müxtəlif deyir, fəaliyyətlərə cəlb olunublar. Layihə işinə cəlb olunublar. Tənqidi düşüncə, ünsiyyət, texnoloji bacarıqlara malik olmağı tələb edir bu şagirdlərdən. Uşaqlar xaricdə yaşayan, yəni əvvəllər xarici ölkədə yaşayan, təhsil almış şagirdin təcrübəsindən də yararlanırlar. Qrup daxilində özləri iş bölgüsü edirlər. Görürsünüz, yəni müəllim burada nə edir? Özü deyil. Ancaq yəni müəllim yönümlü deyil, hər şeyi mən edim yox. Görürsünüz, şagirdlərə, mərkəzdə şagirddir, özləri edirlər. Buna da şagird yönümlülük deyirik. 19-da deyir, şagirdlərdə şəxsi sosial öyrənmək səriştəsinin formalaşdırması ilə bağlı yanlış fikir istəyir yenə bizdən. A-da deyir ki, şagirdlərə başqaları ilə münaqişələrdən yayınmağa yardım edir. Bəli, şəxsi sosialda demişdik, öz emosiyalarını idarə et. Yəni ki, bəzən hansısa bir ortamda kimlənsə, nə bilim, söz düşər, sənə nəsə söz atar, amma yeri deyil, özümü ələ alım o an, ondan dalaşmayım, onun səviyyəsinə düşməyim və s. və ilaxır. Bəli, bu şəxsi sosialda da həmin an öz emosiyamı idarə edirəm, yəni özümü ələ alıram. Çox hisləndimsə ondan geri sayıram. 10, 9, 8 və s. Bunlar yəni özümüzü idarə etmək şəxsi sosiala aiddir və götürmürük. Niyə? Çünki bizdən yanlış istəyir. Bu düzdür çünki. Şagirddə fikirləri müxtəlif mədəniyyətlərə uyğun şəkildə ifadə etmək üçün əhəmiyyətlidir. Baxın, yenə müxtəlif mədəniyyət deyirsə, burada amma şəxsi sosial deyir də, bu mədəni müxtəliflikdir. Ona görə elə budur yanlış olan. Şagirddə özünə inam, bax, öz və onun dövrün tələbinə uyğunlaşmasına yardım edir. Bu düzdür, şəxsi sosiala aiddir. Şagirddə yumşaq bacarıqların inkişafını təmin edən əsas amillərdəndir. Bəli, yumşaq bacarıq ünsiyyət və əməkdaşlıqdır. Ünsiyyət savadlılıq kompetensiyasında da var, şəxsi sosialda da var. Şəxsi sosialda deyir ki, konstruktiv ünsiyyət qurur, yəni effektiv, düzgün ünsiyyət qurma bacarığı var. Şagirdlərin müxtəlif situasiyalarda emosional sabitlik nümayiş etdirməsini şərait yaradır. Bu da bayaq izah etdiyim. Bəzi situasiyalar olur ki, biz orada emosional sabitlik nümayiş etdirə bilərik. Və yaxud da ki, bir yerdə kövrəlirik, amma o an özümüzü boğuruq ki, gözlərimiz dolur, özümüzü boğuruq ki, ağlamayaq, gözümüzdən o yaş gəlməsin və s. və ilaxır. Və 20-ci sual, sonuncu sualımız, sizi də bezdirdim bəlkə. Deməli, müəllim şagirdlərə onlayn əməkdaşlıq platformasından istifadə edərək sinif yoldaşları ilə birgə etmələri üçün layihə üzərində iş tapşırır.
Deməli, hər bir üzv paylaşılan materiala məzmunla bağlı əlavələr etmək üçün məsuliyyət daşıyır. Komanda üzvlərindən biri təsadüfən sənədin mühüm bir hissəsini silir. Şagirdin hansı addımı atması onun rəqəmsal savadlılığa malik olduğunu deməyə əsas verər. Baxın, belə deyək də, ümumiyyətlə, əgər kompüter işlətməyi bacarırıqsa, məsələn, nəsə yazdıq, bir mətin, bir test, nə bilim, nəsə də yazdıq, əlim dəydi, silindi. Mən nə deyirəm, deyim ki, gedim onu bir də yazım? Yox. Niyə? Çünki bilirəm ki, bu gedir düşür zibil qutusuna. Mən bunu zibil qutusundan təzədəndən geri emal edə bilərəm, yəni geri qaytara bilərəm. Əgər bunu bilirəmsə, deməli mən rəqəmsal savadlıyam, kompüterlə işləmə bacarığı, proqramlarla işləmə bacarığını bilirəm. İndi baxaq görək burada nə baş verib. A-da deyir ki, silinmiş məzmunu bərpa etmək üçün sənədin tarixçəsini və ya təkrar emal qutusunu yoxlamağa təklif etməz. Elə budur da cavabımız. Bəli. Yaranmış problemə məhəl qoymadan layihənin özünə aid hissəsində işləməyə davam etməlidir. Xeyr. Yəni, burada nə əlaqə rəqəmsal savadlılıq yoxdur. Dəqiqliyi təmin etmək üçün silinmiş hissəni yenidən təkrar hal. Bu rəqəmsal savadlı deyil. Bu deyir ki, silinib gedim bir də başdan yazım. Deməli, bu adamın rəqəmsal savadı yoxdur ki, desin ki, düşüb zibil qutusuna da bir saniyəlik şeydə onu təzədən geri qaytarım. Demir, deyir ki, gedim oturum saatlarla bir də yazım. Bu rəqəmsal savadlı deyil. Çünki bizdən deyir ki, rəqəmsal savadlı olsun. Komanda üzvlərinin səhvlərinin məsuliyyətini öz üzərlərinə götürmələrini təmin etməsi, bunun əlaqəsi yoxdur rəqəmsalla. Yaranmış situasiyada emosional sabitlik nümayiş etdirməklə fəaliyyəti yenidən nəzərdən keçirməsi, emosional sabitlik nümayiş etdirmək şəxsi sosiala aiddir, rəqəmsal savadlılıq deyil. Yəni cavabımız A variantı. Dəyərli müəllimlər, zamanla çalışacağam ki, bütün testlərin izahlarını paylaşım. Eyni zamanda mən özüm də hər ixtisasa uyğun kurikulum sualları hazırlayıram ki, imtahanda sizin işiniz rahat olsun. Və bunu bizimlə ödənişli dərslərə qoşulan müəllimlər yəni işləyə biləcək bu sualları. Bizim dərslərimizə qoşulmaq üçün 055 344 45 89 nömrəsinə yazıb müraciət edə bilərsiniz. Əyani və onlayn dərslərimiz üçün. Sağ olun, salamat qalın.